Salam aleykum əziz müsəlmanlar. Keçən dərsə qaldığımız yerdən davam edirik. Növbəti çalışmamız bundan əvvəlki deməli izahın, yəni 5-ci əslində qalsa bu çalışmanın izahıdır. Yəni beyti mənim, beytuke sənin, beytuhu onun, beytuhə onun qadının evi. Bunu verdikdən sonra aşağıda deyir ki, ədf rəsmə ələtiyyətə gələn isimlərə qoş, iləl mütəkəllim vəl müxatab danışan, müxatab müraciət olunan şəxsə vəl qayib deməli haqqında danışılan qayib şəxsə və yaxud da qaibə haqqında danışılan qadın cinsində kəmə huva muvaddahun fil misal, necə ki bu açıqlanıb misalda. Məsələn, burada verib qələmun, qələm, hədə qələmi, bu mənim qələmidir. Hədə qələmukə, bu sənin qələmidir. Hədə qələmuhu, bu onun qələmidir. Hədə qələmuhə, bu onun qələmidir qadın cinsində. İndi isə sözləri bir-bir işləyək. Tələbələr də özlərini yoxlamaq üçün arada fasilə kimi qısa imkan verirəm. O zaman deməli saxlayıb, əvvəlcə deyib, sonra doğru dediklərini özləri yoxlaya bilərlər. Kitabun, kitab, hədə kitabi, bu mənim kitabımdır. Hədə kitabukə, bu sənin kitabındır. Hədə kitabuhu, bu onun kitabıdır. Hədə kitabuhə, bu onun kitabıdır. Buranı sürətlə deyək. Hədə sərirun, çarpayı. Hədə səriri, mənim çarpayımdır. Hədə sərirukə, bu sənin çarpayındır. Hədə səriruhu, bu onun çarpayısıdır. Hədə səriruhə, bu onun qadın çarpayısıdır. İsmun, ad. Hədə ismi, bu mənim adımdır. Hədə ismukə, bu sənin adındır. Hədə ismuhu, bu onun adıdır. Hədə ismuhə, bu onun adıdır, qızın. Mindirun, deməli yaylıq. Hədə mindili, bu mənim deməli yaylığımdır. Hədə mindilukə, bu sənin yaylığındır. Hədə mindiluhu, bu onun yaylığıdır. Hədə mindiluhə, bu onun yaylığıdır, qadının. Növbəti sözümüz ibnun, oğul. Hədə ibni, bu mənim oğlumdur. Hədə ibnukə, bu sənin oğlundur. Hədə ibnuhu, bu onun oğludur. Hədə ibnuhə, bu o qadının oğludur. Səyyaratun, maşın. Fikir versinizsə bunlar hamısı kişi cinsində idi. Orada hədə deməyəcək. Deyəcək hədihi. Hədihi səyyarati, bu mənim maşındır. Hədihi səyyaratukə. Hədihi səyyaratuhu, bu onun maşınıdır. Kişinin. Hədihi səyyaratuhə, bu o qadının maşınıdır. Növbəti miftahun. Deməli açar. Hədə miftahi, bu mənim açarımdır. Hədə miftahukə, bu sənin açarındır. Hədə miftahuhu, bu onun açarıdır, kişinin. Hədə miftahuhə, bu onun qadının açarıdır. Sonuncu yədun, deməli əl deməkdir. Bildiyimizə görə yəd sözü bədənin cüt üzvlərindən sayılır və qadın cinsindədir. Ona görə də hədihi deyirik, hədə deyil. Hədihi yədi, bu mənim əlimdir. Hədihi yədukə, bu sənin əlindir. Hədihi yəduhu, bu onun əlidir. Hədihi yəduhə, bu onun, yəni qızın və yaxud da qadının əlidir. Bəli, növbəti çalışmamıza keçək. İqra, oxu. Li, mənim, ləkə, sənin, ləhu, onun, ləhə, onun, qadının deməkdir. Cümlənin əvvəlinə keçdikdə isə mənim var, sənin var, onun qadının var kimi tərcümə olunur. Misalları oxuyaq. Li uxtun vahidətun. Mənim var bir bacım. Ələkə əxun. Ləkə sənin var. Sənin varmı qardaşın? Sənin qardaşın varmı? Lə. Bəzən tərcüməni deməli əvvəlcə hərfi tərcümə edirəm. Ondan sonra bu izah üçündür. Çünki sözlər ardıcılığı bu şəkildə gedir. Daha sonra isə bizim dilimizə daha münasib deməli qaydaya, bəlağətə uyğun tərcümə edirəm. Lə, xeyr, məli əxun. Yoxdur mənim qardaşım. Xeyr, mənim qardaşım yoxdur. Bu təbii ki, iki cür tərcümə eləmək. Əvvəlcə hərfi, sonra isə daha doğru tərcümə sizin anlamağınız üçündür ki, əvvəlcə tərcümə elədikdə bu şeyə fikir verəsiniz. Birbaşa cümlələri gözəl şəkildə tərcümə eləmək ilkin deməli təzə tələbə üçün
çətindir. Ona görə hərfi tərcümə edib cümlənin mahiyyətini anladıqdan sonra daha doğru bizim dilimizə uyğun, daha gözəl, səlis cümləni qura bilərsiniz. Növbəti cümləmiz uxti, mənim bacım, ləhə, onun var. Yəni burada ikisini birləşdikdə olur mənim bacımın var. Tiflun, sağirun. Tifl uşaq deməkdir. Sağirun deməli kiçik. Mənim bacımın kiçik uşağı var. Zəmili, mənim qrup yoldaşım və yaxud da sinif yoldaşım. Ləhu, onun var. Yəni mənim sinif yoldaşımın var. Əxun və uxtun. Qardaşı və bacısı. Bəli. Burada da bir dənə deməli izah var, qayda izahıdır. Bunu inşallah saxlayaq gələn dərsə izah edəcək olsaq, vaxtımızı çox alacaq. Gələn dərsi inşallah bu səhifədən başlayarıq. Allah faydalı elm nəsib etsin. Əssəlamu aleykum və rəhmətullah.